Azərbaycanın dövlət idarəçiliyində qazandığı ən uğurlu modellərdən biri olan Asan Xidmət dünyada brendə çevrilib. Dost və qardaş ölkələrdə də Azərbaycanın dövlət idarəçiliyi təcrübəsi tətbiq olunur. Heç şübhəsiz ki, bu da vətəndaşların işini asanlaşdırır. Növbəti Asan Xidmət Pakistanda açılıb. Pakistanın İslamabad şəhərində Asan Xidmət Mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərliyi etdiyi nümayəndə heyəti iştirak ediblər. Azərbaycanın intellektual brendi olan Asan konsepsiyası əsasında yaradılan mərkəz barədə məlumat verilib. Bildirilib ki, 2025-ci ilin 10 sentyabr tarixində Pakistan İslam Respublikasının baş nazirinin iştirakı ilə Azərbaycan Respublikası hökuməti ilə Pakistan İslam Respublikası hökuməti arasında Pakistan İslam Respublikasında Asan Xidmət təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair saziş imzalanıb. Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Agentliyi tərəfindən Asan Xidmət təcrübəsinin Pakistanla paylaşılması istiqamətində əməkdaşlıq həyata keçirilib. Mərkəzin qurulması istiqamətində Pakistan tərəfinə zəruri dəstək göstərilib. Pakistan Asan Xidmət Mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır. Mərkəzdə Asan Xidmət standartları, Asan könüllülük proqramı və Asanın innovativ həlləri tətbiq edilir. Mərkəzin girişində Azərbaycan-Pakistan dostluğunu əks etdirən xüsusi güşə yaradılıb. Burada Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq münasibətlərini vurğulayan statı da yer alır. Mərkəzlə tanışlıqdan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Pakistan Asan Xidmət Mərkəzinin gələcək inkişaf konsepsiyası, innovativ həllər və Azərbaycanın dost konsepsiyası ilə bağlı Pakistan nümayəndə heyəti üçün təqdimat edib. Baş nazir Məhəmməd Şahbaz Şərif Asan Xidmət modelinin Pakistanda tətbiqinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib. O, Asan Xidməti dövlət xidmətlərinin göstərilməsində mütərəqqi və innovativ bir model kimi qiymətləndirib və bu modelin Pakistanda geniş şəkildə tətbiq olunacağını vurğulayıb. Düşünürəm ki, bugün hamımız üçün, xüsusilə İslamabad sakinləri, ümumilikdə isə Pakistan xalqı üçün möhtəşəm bir mərkəzin açılışı münasibəti ilə bir araya gəlməyimiz çox əlamətdar hadisədir. Asan Xidmətin yaradılması Azərbaycan Respublikası prezidenti, mənim çox əziz qardaşım cənab İlham Əliyevin böyük dəstəyi olmadan mümkün olmazdı. Belə ki, ötən il qardaş ölkəyə rəsmi səfərim zamanı Bakıda Asan Xidmət mərkəzini ziyarət etdik. Bu mərkəz həqiqətən fenomenal idi. Son dərəcə təsirli və nümunəvi bir təcrübə təqdim edirdi. Bunun ardından mən müraciət etdim ki, ilk mərhələdə İslamabadda oxşar bir mərkəz yaradılsın. Asan rəhbərliyi və nümayəndə heyəti də buradadır və onlar son dərəcə böyük dəstək göstəriblər. Bu əməkdaşlıq misilsizdir. Bütün bu texnologiya Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan tərəfindən bizə hədiyyə edilib. Bu fürsətdən istifadə edərək sizin vasitənizlə cənab Prezidentə bir daha dərin təşəkkürümü bildirmək istəyirəm. Mərkəz bugündən fəaliyyətə başlayıb və inşallah biz onu genişləndirəcək, Pakistanın digər bölgələrində də yeni mərkəzlər yaradacağıq. Ötən müddət ərzində cənab Prezident İlham Əliyevin tapşırığı ilə Asan təcrübəsinin Pakistanda, İslamabad şəhərində tətbiqi ilə bağlı Pakistan tərəfi ilə sıx əməkdaşlığa başlanıldı və artıq bu gün Pakistan Asan Xidmət Mərkəzinin açılış mərasimi oldu. Açılış mərasimində Pakistanın baş naziri şəxsən iştirak etdi və Azərbaycanın dövlət başçısına, Azərbaycan dövlətinə öz xüsusi təşəkkürünü bildirdi. Bugünə qədər bizim 30 ölkə ilə Azərbaycanın Asan modelinin ixracı istiqamətində əməkdaşlığımız var, müqavilələrimiz var. Artıq Pakistan 6-cı ölkədir ki, burada Asan Xidmət Mərkəzi artıq istifadəyə verildi. Pakistan Asan Xidmətdə ilkin olaraq 64 xidmət olacaqdır. Növbəti mərhələdə isə 120 xidmət Pakistan Asan Xidmətdə Pakistan vətəndaşlarına xidmət göstərəcəkdir. Pakistan dünyanın ikinci ən böyük müsəlman ölkəsidir və bu baxımdan Asan Xidmət modelinin burada tətbiqi həm strateji tərəfdaşlıq baxımından, həm də eyni dəyərləri bölüşən ölkələr arasında əməkdaşlığın güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.